Bu sefer UFC korudu, hem de UFC tarixinin en uzun qələbə seriyasının sahibi oldu. Aşığı bu rekordun yaxın zamanda başqa bir döyüşçü tərəfindən qırılacağını təsəvvür etmək belə çətin idi. Çünki 17 döyüş boyunca eyni səviyyəni qorumaq, üstəlik hər döyüşdə özünü daha da yaxşı inkişaf etdirmək inanılmaz bir nəticədir. Bugün İslamın son döyüşündə nələr baş verdiyindən, rəqibinin ona hansı problemə başladı. Qarşısına isə Belal üzərində qələbə ilə gələn Ian Machado geri çıxdı. Geri də İslamla qarşılaşmaq istəyirdi. Nəticə döyüş razılaşdırıldı və hər iki döyüşçü qəfəsə çıxacaqdı. Geri İslamın indiyənə qədər çox da qarşılaşmadığı tipdə idi. Uzun boylu, hərəkətli, yüksək fight IQ-süne sahib və məsafəsini yaxşı qoruyan bir döyüşçü idi. Təbii olaraq bu İslamın karyerasının ən çətin döyüşlərində biri olacağını düşündürürdü. İrlandalı döyüşdən əvvəl verdiyi müsahibələrdə insanların onun haqqında nə düşündüyünün qətiyyən vecinə almadığını dedi. Onun əsas məqsədi kəməri qazandıqdan sonra həyat yoldaşının və oğlunun yanına gedərək həmin anı onlarla birlikdə paylaşmaq idi. Bəli, MMA dünyasında həqiqətən fərqli xarakterə sahib döyüşçülərdən biridir. O yaxşı döyüşçü olmaqla yanaşı, yaxşı ata, yaxşı həyat yoldaşı olmağı daha ön plana çıxardır. Hətta klassik MMA döyüşçüsü obrazından kifayət qədər fərqli bir kişi obrazına da sahibdir. Özünün də dediyi kimi, qadınsı tərəfi biraz daha çox bastırdığını bildirir. Bir müsahibəsində hətta dünyanı qadınlar idarə etsəydi, daha yaxşı bir yerdə yaşayacağımızı demişdi. Təbii ki, onun xarakteri ilə bağlı müxtəlif fikirlər də var. Hətta onun həyat yoldaşının soyadını götürməsi və həyat yoldaşının yazdığı kitab kimi detallar çox müzakirələrə səbəb olub. Qısacası, UFC çərçivəsində bu adamla zarafat edən kifayət qədər çox insan var idi. Mətbuat konfransı da klassik UFC atmosferində keçdi. Ətrafda Dağıstan və İrlanda ilə bağlı yazılar, bayraqlar və müxtəlif PR görüntüləri görürdük. Amma bu sadəcə marketinq idi. Orada Habib və Conor'un arasında gördüyümüz kimi böyük bir qarşılaşma yox idi. Digər tərəfdən geri İrlandalı olsa da Braziliya komandası ilə məşq edirdi. Burada heç bir problem yoxdur. Sadəcə İslam mətbuat konfransında zarafatla onun İrlandanı yox, Braziliyanı təmsil etməsi olduğunu demişdi. Çünki geri yalnız Charles Oliveira'nın komandası ilə məşq edirdi. Döyüş proqnozlarına gələndə isə insanların böyük əksəriyyəti İslamın qalib gələcəyini düşünürdü. Sadəcə Conor Gerinin yüksək təpiklə nokaut edə biləcəyini proqnozlaşdırırdı. Bütün bunları kənara qoyduq. Gerinin uşağı İslamla salamlaşdıqdan sonra artıq döyüşün gününə gəlib çatmışdıq. Qəfəsə çıxanda ilk diqqətimizi çəkən şey fiziki fərq oldu. Bəli, Geri xeyli uzun idi. Həftə boyunca hamı zarafatla görəsən İslam hansı ayaqqabını geyinib, altı nə qədər uzundur, görəsən neçə santimetrdir deyirdi. Bir çox teorilər, proqnozlar belə verilirdi. Amma bu boy fərqinin əsas təsirini döyüşün özündə görəcəkdik. İslam bu dəfə sadəcə yaxşı anti-güləşçiyə qarşı yox, özündən nəzərə çarpacaq dərəcədə əgər Gerinin xüsusi bir planı var idisə, onun əsas hissəsi mütləq İslamın güləşinə qarşı dayanmaq olmalı idi. İlk raundda isə İslam klassik oyununu göstərdi. Əvvəlcə low kicklər, ardından single leg, sonra rəqibini qəfəsə sıxmaq və orada zəncirvarı güləşini qurmaq. İslamın əvvəlki rəqiblərinə etdiyi dominant yer oyunu geriyə tam dəqiq bir şəkildə etmək mümkün olmadı. İslamın güləşində problem yox idi. Sadəcə rəqibinin fiziki ölçüsü böyüdükcə, xüsusilə welterweightdə rəqibinin gücü ölçüsü artanda takedowndan sonra yerdə saxlamaq çox güclü bir enerji tələb edir. Əvvəlki döyüşünün niyə darıxdırıcı olduğunu düşünürsünüzsə, məncə bunun əsas səbəbi rəqibinin yerdə demək olar ki, heç bir şey göstərə bilməməsi idi. İslam da öz işini gördü, elə məsələ də bununla bitdi. İlk raundda böyük zərər yox idi. İslam əsasən kontrol hesabına raundu öz xeyrinə çevirdi. İkinci raundda isə məncə İslam üçün bütün gecənin ən vacib hissələrindən biri idi. Qalır, İslamın zərbələri isə əvvəlki kimi rahat çatmırdı. Normalda Gerinin döyüşlərində daha aqressiv, daha rahat və aktiv olduğunu bilirik. Amma qarşısında İslam var. Buna görə də bir səhvə belə yol verə bilməzdi. Çünki bir səhv etdiyi anda bu adam səni raundun qalan hissəsində yerdə saxlaya bilər və ya submission edə bilər. Raund davam edərkən sınıç vəziyyəti yarandı. Geri İslamı qəfəsə sıxışdırdı. Amma ayrıldıqları anda İslam elə bir yüksək təpiklə nokaut edə biləcəyini deyirdi. İslam isə sanki ona cavab olaraq yüksək təpik bax belərdi. Amma 3-cü raunddan etibarən vəziyyət bir qədər dəyişdi. 2-ci raundda Geri əsasən İslamın oyununa cavab verirdi. 3-cü raundda isə artıq öz oyununu oynamağa başladı. Oblique kick, body kick, head kick və uzun məsafə. Geri yavaş-yavaş öz ritmini tapırdı. İslam isə bunu qırmaq üçün öz imza hərəkətlərindən birini
birini etdi. Əvvəl single ilə ayağı sərf etməyə məcbur edir. Fiziki fərq yenə özünü göstərdi. Yüngül çəkidə rəqibi yerə salırsan, üstündə təzyiq qurursan və onun gücünə daha rahat cavab verirsən. Amma welterweightdə vəziyyət fərqlidir. Geri ayağa qalxır və İslamı yenidən işləməyə məcbur edir. Üstündən bir də sərt təpik gəldi. Bəli, İslam böyük zərər verdi. Əsasən kontrol etdi. Hətta Gerinin yaxın məsafədə vurduğu zərbələr də daha yaxşı damage yaratmışdı. Yəni burada dağıdıcı bir dominasiya yox idi. Buna görə də raundu çoxları Gerinin qazandığını düşünürdü. Amma mən bu raundun İslamın olduğunu düşünürəm. Çünki Geri yerə düşənə qədər müəyyən üstünlük sahibi idi. Amma İslam onu demək olar ki, İslamın oyununu tamamilə poza bilmədi. İslam isə Gerinin döyüşünü öz xeyrinə çevirməli olduğu anda onun oyununu pozmağı bacardı. Çempionluq səviyyəsi də biraz budur. Digər tərəfdən İrlandalı bu döyüşdə heç bir şəkildə dəyər itirərək çıxmadı. Məncə əksinə, bu Gerinin karyerasındakı ikinci məğlubiyyətidir, tamam. Amma böyük ehtimalla onun haqqında fikirləri daha da çox yüksəldən döyüşlərdən biri olacaq. Bəs İslam pis görünürdü? Xeyr. Geri İslamın və ümumiyyətlə welterweight divizyonundakı geridə qoyaraq UFC tarixinin ən uzun qələbə seriyasının tək sahibi oldu. Məncə artıq İslam haqqında hər dəfə eyni sualı verməyi dayandırmalıyıq. Həbib səviyyəsinə gəlib, artıq gələcəyimi? Məncə məsələ artıq tam başqa bir yerdədir. İslam artıq öz adı ilə bir dəfəlik QUAD müzakirəsinin içinə daxil olub. Bu əlbəttə ki, Həbibin mirasını kiçiltmək demək deyil. Həbib karyerasını 29-0 rekordu ilə bitirdi. Prime dövründə rəqiblərinə yaşatdığı o çarəsizlik hissi bəlkə də həqiqətən tam başqa bir səviyyədədir. Üstəlik qəfəsi tərk etdikdən sonra belə idmandan tamamilə uzaqlaşmadı. İslamın, Usmanın və komandasındakı digər döyüşçülərin küncündə dayanmağa və onları hazırlamağa davam edir. Bəlkə də döyüşməyə davam etsəydi, onu welterweightdə də görəcəkdik. Bəlkə orada da müəyyən uğurlara imza atacaqdı. Amma bunların hamısı bəlkədir. Bizim əlimizdə bir reallaşmış bir karyera var və reallaşmalara baxanda İslam artıq Həbibin edə biləcəyi bəzi şeyləri bacarıb. Buna görə də mənim üçün sırf karyera böyüklüyü baxımından İslam artıq Həbibi keçib. Amma Həbibin yaratdığı o məğlubiyyətsizlik aurasını keçib-keçmədiyi tam başqa bir müzakirədir. Lakin karyera böyüklüyünə görə artıq keçdiyini görə bilirəm. Digər tərəfdən hekayə hələ bitməyib. Welterweight sıralamasında qarşıda yeni rəqiblər var. Məsələn, Carlos Plates və mənim ən sevdiyim Michael Morales. Mən Plates döyüşünü o qədər də həyəcanlı olacağını düşünmürəm. Çünki Platesin ən böyük silahı ayaqüstü döyüşüdür. Ayaqüstü zərbələr həqiqətən təhlükəlidir. Amma bu şəkildə İslama qarşı ayaqüstü mübarizədə real problem yarada biləcək adamlardan biri bəlkə də Moralesdir. Çünki İslamın əvvəlki rəqiblərində olduğu kimi Platesi də güləşlə tamamilə neytrallaşdıra bilər. Amma mənim üçün daha maraqlı qarşılaşma Michael Morales döyüşüdür. Gəncdir, partlayıcıdır, çox təhlükəli strikerdir və welterweight'in fiziki üstünlüklərindən İslama qarşı real bir şəkildə istifadə edə biləcək döyüşçülərdən biridir. Yəni İslamın güləşinə müəyyən qədər cavab verə bilər. Buna görə də İslamın welterweight'də əsas limitlərini görmək istəyiriksə, mənim izləmək istədiyim döyüş məhz Morales qarşılaşmasıdır. Amma 17 qələbə İslam üçün kifayət deyil. Onun məqsədi artıq 20 döyüşlük qələbə seriyasına çatmaqdır və bunu elə bir nöqtəyə gətirmək istəyir ki, ondan sonra gələn birinin bu rekorda yaxınlaşması belə demək olar ki, mümkünsüz olsun. Açığı onun bunu edə biləcək potensialı var. Bunu artıq bir dəfə yox, dəfələrlə görmüşük. İslam hər döyüşündə eyni şeyi sübut edir. Qarşısındakı rəqibin üstünlüyü nə olursa olsun, əgər ilk plan işləmirsə, başqa bir həll yolunu tapmağı bacarır. 2026-cı il ərzində MMA dünyasında toxunulmaz hesab etdiyimiz döyüşçülər bir-birinin ardınca məğlub oldular. Məğlub edilməzlər məğlub edildi, çempionlar kəmərlərini itirdi. Amma bütün bu xaosun ortasında hələ də bir rəqib ayaqdadır. Onun adı İslam Makhavevdir.